İmam Hüseyn əleyhissalamın Kərbəlası belə deyilməlidir məncə. İmam Hüseynin və Həzrət Zeynəbin Kərbəlası. Bu Kərbəla İmam Hüseynlə məhdudlaşmır. Elə çıxır ki, güya Kərbəla hadisəsi Aşura günü bitdi və Həzrət Zeynəb sonra bu hadisənin mahiyyətini cəmaata getdi çatdırdı. Xanım Zeynəb Kərbəlanın iki təməlindən biridir. İkinci hissəsinin öndə gedəni, rəhbəri, ikinci hissəsinin qəhrəmanıdır. Xanım Zeynəb Kərbəlanın hər cəhətinə şərik idi İmam Hüseyn əleyhissalamın, hər cəhətinə. Əvvəl mən bunu deyim ki, İmam Hüseynin məqamı imamlıq baxımından üstündür, imamdır, o heç, məqam cəhətindən, imamətinə görə. Amma rol baxımından Kərbəla hadisəsində Xanım Zeynəbin rolu İmam Hüseyndən az deyil ki, qorxuram deyəm ki, çoxdur. Kərbəlada fədakarlıq varsa, xanım Zeynəb şərikdir, fədakarlığı heç kəsdən az deyil. Kərbəlada qəriblik varsa, məzlumluq varsa, əsirlər şəhidlərdən az qərib və az məzlum olmayıblar. Razısınız yəqin ki. Kərbəlada əmr bi məruf var, nəhyəz münkər varsa, əsirlərin rolu heç də az olmayıb ki, çox olub. Kərbəladan nə danışsaq, xanım Zeynəb ona şərikdir. İmam Hüseynin, mən deyərdim, ictimai hədəfini Həzrət Zeynəb gerçəkləşdirdi. Belə deyildi ki, iş bitdi, xanım Zeynəb sonra tanıtdırdı, iş natamam qaldı. Natamam qaldı, xanım Zeynəb davam elədi, hədəfə çatdırdı. Həzrət Zeynəbin rolunu gərək azaltmayaq, tanıyaq Həzrət Zeynəbi. Müsibətlərdən danışsaq Kərbəlada, ən çox müsibət onundur. İki dənə ordu var Kərbəlada, ordu demək mümkünsə. Bir şəhidlər kərvanıdır, başçısı İmam Hüseyndir. Bir əsirlər kərvanıdır. İnanın ki, bu ordunun əhəmiyyəti ordudan az deyil. Bunun başçısı da Həzrət Zeynəbdir. İkinci hissə daha uzun hissədir. Birinci hissə qısa müddətlidir. Şəhadət səhifəsi bir gündür. Məkkədən ora gəlmə müddəti də əziyyətsiz, rahat gəliblər, Kərbəlaya çatıblar. Mədinədən çıxandan sonra. Amma ikinci hissənin zamanı daha uzun və əcri daha çoxdur. Mənim düşüncəmcə, hətta şəhidlərin əcrindən daha çoxdur. Əfzəlul əmal əhməzuhə hədisdir. Əməllərin ən üstünü daha çətin olanıdır. Elədir? İş nə qədər çətindirsə bir o qədər üstündür. Şəhid olmaq çətinliyi var, amma biri var ox deyə, nizə deyə, bir dəfəmlik şəhid olasan, canın çıxa, qanın tökülə, gedəsən Allahla görüşə, biri var aylarla əsir olasan yollarda, qadın olasan. Dil yarası vırsınlar, təhqir eləsinlər, kül töksünlər, torpaq töksünlər, aylarla davam eləsin. İmam Hüseynin imaməti öz yerində, amma baxın görün şəhid çox əziyyət çəkir, yoxsa əsir. Şəhidlər şəhid olubsa, əsirlər hamısı həm şəhid verib, şəhid analarıdır, şəhid bacılarıdır, həm də əsir olublar. Bunu yaddan çıxartmaq lazım deyil. Kərbəla kişi və qadının yaratdığı müştərək tarixdir. Kərbəla ikisinin yaratdığı müştərək tarixdir. Kərbəla İmam Hüseynin yox, xanım Zeynəbin və İmam Hüseynin hərəkətidir. Cəmaat ona görə anlamırdılar ki, bu iki hissədən ibarətdir. Soruşurdular ki, qadınları niyə özündən aparırsan, nə səbəbdən özündən aparırsan? İmam Zaman ağa sağ olmağına görə xanım Zeynəbə borcludur. Bu fikirlə razısınızsa yox. İmam Zaman bugün yaşayırsa, xanım Zeynəbə borcludur. Çünki onun atası İmam Həsən Əskər əleyhissalamda, İmam Əliyən Nəqi, İmam Məhəmməd Təqi, İmam Rıza, İmam Musa ibn Cəfər, İmam Cəfər Sadiq, İmam Məhəmməd Baqir və İmam Səccad hamısı sağ olmaqlarına görə ona borcludular. Çünki bioloji, fiziki məhv eləməkdən İmam Səccadı o qorudu. Onun vasitəsilə imamət fiziki olaraq mövcud oldu. Yəni, imamət var olmasına görə, mövcud olmasına görə Həzrət Zeynəbə borcludur və onun məqamı o qədər ucadır ki, İmam Hüseyn meydana gedəndə mən ikinci tarixdə oxumamışam. Hələ görməmişəm ki, İmam Hüseyn kiməsə desin, mənim üçün dua elə.